Gəlin. Ha sen çərənlədin, qulaq astım mən. Sen de qulaq as. Bu ne? Mən aparıcını xahiş edirəm. Buyurun. Biz indi kimdən qorxmalıyıq? Biz kimi daha böyük təhlükə saymalıyıq? Biden'in Amerikasını təhlükə saymalıyıq? Yoxsa bizə müəyyən mənada o qədər torpaqlarımızı azad eləmə imkanı verən Rusiyanın? O imkanı Rusya mı verdi bizə? Şübhəniz olmasın, Rusiyanın razılığı olmadan Azərbaycan ordusunun belə deyək, şücaəti nəticəsində bu baş verdi. Yalta konferansında bu ərazi Rusiyanın ərazisidir və itirdiyi hər kilometrin üstündə Rusiya qırğın törədir. Rusiya imkan verərdim ki, nəzarətindən çıxsın. Müstəqil bir dövlətdir. Birləşmiş Millətlər Təşkilatından müstəqil dövlət kimi tanınırıq bütün dünya tərəfindən. Buyurun. Bir dövlətin siyasi partiyasının öz müstəqil İmkan verin, imkan verin, imkan verin. Bir dəqiqə imkan Rusiya verin. kimdir? Sən Bir dəqiqə imkan Rusiyanı verin. burada bizim hüquq eləyirsən. Bir dəqiqə imkan verin. Rusiyanın bir də qulaq as. İmkan ver bir dəqiqə. Heç sən Ha bir dəqiqə otursa sakit dur. Sakit dur, sözümü qutarım. Əsasən özü xoş gəlməz. Sakit dur, sözümü qutarım. Gəlin. Ha sen çərənlədin, qulaq astım mən. Sen de qulaq as. Bu ne? Mən aparıcını xahiş edirəm. Buyurun. Əyləşdirin onun yerində. İmkan ver sözümü deyim. Buyurun, buyurun, fikrinizi tamamlayın. Söz demək istəyirsən, ağlına güvənirsən, qulaq as, axıra qədər deyim, sonra de. İndiki şəraitdə bizim üçün ən təhlükəsiz Rusiyadır. Yanvarın 21-dən sonra Amerikanın tutacağı mövqeni hələ biz gözləyək. Qərbin bizə qarşı eləyəcəklərini gözləyək, gözümüzün qabağında gözü çıxan qardaş var. Kosovanın, Serbiyanın başına gətirdikləri. Tanıdılar. Eyni vəziyyətdə ölmür. Serbiya, Azərbaycana bərabər dövlətdir. Ümumdaxili məhsulumuz da eynidir, əhalimiz də eynidir, sahəmiz də eynidir, vəziyyətimiz də eynidir, başımıza gələnlər də eynidir. Ona görə biz bir şey bilməliyik. Burada nə Rusiya bizə dostdur, nə Amerika dostdur, nə Fransa dostdur. Sadəcə olaraq biz ziyanların içində nisbətən az olanını seçdik. Rusiyanın burada agenti kimi çıxışırsa mən Agent sen özürsən. Sənə dedim ki, onların hamısı bizim düşməndir. Ancaq ən nisbətən məzbulu bu. Nə eləməliyik? Ermənilərə nifrət eləməyə bizim haqqımız var. Biz nifrətimizi mi göstərək, problemi mi həll eləyək? Problemi həll eləmək istəyiriksə, alicənablıq eləməliyik. Bütün o şərəfsizlikləri qoymalıyıq kənara. Yeri gələndə biz erməniləri də düşünürük deməliyik. Çünki dünya bunu eşitmək istəyir.